Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində 2 mərtəbəli Laçın Kəlbəcər məktəbi deyilən ərazidə həyət evimizin çəkilişinə gəlmişik. 3 sotun içində 2 mərtəbədir. Evin gördüyünüz kimi həyəti bacası budur. Yəni bundan ibarətdir. Qiymətdə 95 mindir. Ekranda görürsünüz zaten. Real alıcılar buyursunlar, ətraflı məlumat üçün zəng eləsinlər. Sənədlər isə fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Gəlin bir ətraflı baxış keçirək. Burada balkon iki tərəfdən də. Tabii gelin. İsteyen olsa bolluğunuzla çok güzel. Yani şəraiti var değerli dostlarım. Artizan suyuydu, suyu artizan suyuydu. Kuyu suyuydu. Daha ışık sarılıkları var değerli dostlar. Yaşayışlı ev oldu. Evimizin önüne, arkasına, her yerine rahat bir formada keçme yolu çok səliqəlidir inşallah. İndi isə daxil olacaq dostlar. Evin içini sizlere göstereyim. Buyurun, Allah'ın izniyle bakın. Kanalımızı da beğenmeyi, abone olmayı unutmayın değerli dostlar. Keçirik evimizin içine inşallah. Evimiz girişte böyle bir koridor. Gördüğünüz gibi. Böyle bir girişte koridor geniş olduğu için tumbuçka yeri var. Burada da koridor genişdir. Ümumiyyətcə koridor evin genişdir. Bura hol hissəsidir. Böyle bir evin iç hissəsi var. Mətbəx hissəsini görürsünüz değerli dostlarım. Qəşəng solidli təmir olunubdur. Səliqəli təmiri var. Mətbəx mebeli zaten evin içində qalacaq. Yer istipoldur değerli dostlar. Onu bildirmək istəyirəm ki, pol istipol gedir. Ümumi hamısı istipoldur. Deməli, zal hissəsinə daxil olduqda evimizin belə bir qəşəng, ürək açan zalı mövcuddur. Həm genişdir, həm səliqəlidir, həm modern tiplidir. Çox mükəmməl evin zalı var. Qiymət də çox münasibdir. Yaxşı bir qiymətə satılır. 2 mərtəbə olmağına baxmayaraq 95 minə şəxsi tikili evdir. Ev sanitar qovşağına daxil oluruq değerli dostlar. Bura evin sanitar qovşağıdır. Gördüyünüz kimi qəşəng işıqlıdır. Moydadır tipli belə bir rafinası var. Alt hissəsində paltaryanı var. Yəni hər şey səliqəlidir, mükəmməl. Sonra dostlar daxil olacaq evimizin 2-ci mərtəbəsinə qalxacağam. Allah'ın izniyle buyurun sona qədər baxın. Qəşəng koridor işıqlıdır. Yuxarı mərtəbədə də sanitar qovşağı mövcuddur. 2-ci mərtəbəsində. Belə bir dolab qoymaq üçün boş yeri var, şkaf yığmaq üçün. Burada 2-ci mərtəbədə. Burada sanitar qovşağıdır. Əl üzü yığmaq üçün moyka yeridir. Və otaqlardır dostlar. Otaqları çox səliqəlidir, qəşəng otaqlardır dostlar. Təkrar elədiyim kimi bəzi əşyalar qalacaq, bəziləri gedəcək. Bura evin bir otağıdır. Qolum qonşu yaşayır, ətraf yaşayışlı dostlar. Ev havalı yerdə yerləşir, hündür yerdir ərazi baxımından. Bura belə bir otaqdır. Və buradan da balkon hissəsidir dostlar. Burada balkon hissəsidir. Kim istəsə gəlib buyurub müraciət edə bilər inşallah. Bu ev haqqında tam genişli məlumat verəcəyik. Ətraflı zəng edin. Qəşəng, səliqəli evdir, 2 mərtəbədən ibarətdir. Allah alana da, satana da xeyir versin. Amin inşallah. Zənginizi gözləyəcəyik değerli dostlar. Kanalımızı da bəyənib abone olmağı unutmayın. İnşallah dostlar, kim gəlsə uduzmaz. Real alıcılara cüzi indirim olunacaq. Xeyirli uğurlu olsun inşallah.